Azərbaycanın COP29 sədrliyi Bonn-İyun İqlim Samiti çərçivəsində Braziliyada keçiriləcək COP30-un yüksək səviyyəli çempionu Dan Yoşbe ilə görüş keçirib. Görüşdə COP prosesinin mürəkkəb və çoxşaxəli xarakteri diqqət mərkəzində olub. COP29-un əldə etdiyi nəticələr və COP30-a hazırlıq istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un sədri Muxtar Babayev, görüş zamanı Bakıda keçirilmiş COP29 konfransını iqlim maliyyələşməsi baxımından dönüş nöqtəsi kimi dəyərləndirib. O, konfransın inklüziv, nəticə yönümlü formatda təşkil olunduğunu və bu prosesdə əldə edilən təcrübənin Braziliya tərəfi ilə bölüşməsinin vacibliyini vurğulayıb. Muxtar Babayev həmçinin qeyd edib ki, COP29 zamanı qeyri-hökumət təşkilatlarının, xüsusilə özəl sektorun fəal iştirakı təmin olunub. Media ilə səmərəli əməkdaşlıq və ictimaiyyətlə açıq dialoqlar həyata keçirilib. COP30 sədrliyini təmsil edən Dan Yoşbe isə çıxışında Bakıda qəbul edilən qərarların xüsusilə iqlim maliyyələşməsi sahəsində atılan addımların əhəmiyyətini yüksək qiymətləndirib. Braziliyanın sədrliyi dövründə diqqət əsasən implementasiyaya, yəni razılaşmaların yerinə yetirilməsinə yönələcək. Bu səbəbdən iqlim fəaliyyəti daha ön plana çıxacaq. Bakıda keçirilən əvvəlki mərhələdə COP-lar üzrə görülən işlər yüksək qiymətləndirildi. Braziliya cəmiyyəti də əsasən COP-lara əsaslanır. Düşünürəm ki, bu sahədə əməkdaşlıq potensialı böyükdür. Qeyd etməliyəm ki, maliyyələşmə baxımından Bakıda müəyyən olunan 300 milyard dollarlıq hədəf və 1,3 trilyon dollara çatmaq üçün yol xəritəsi çox vacib addımlardır. İqlim çempionları təşəbbüsünün davam etdirilməsi qərarı da Bakı prosesinin əhəmiyyətli nəticələrindəndir. Ümid edirik ki, qarşıdakı implementasiya mərhələsi real dəyişikliklərə səbəb olacaq. Azərbaycan sədrliyinin dəstəyini həqiqətən hiss edirəm. Baxmayaraq ki, hazırda geosiyasi şərait mürəkkəbdir, lakin əsas diqqət mövcud razılaşmaların icrasına yönəlməlidir. Bu yanaşmanın daha dayanıqlı nəticələr verəcəyinə inanırıq. Görüşdə Bakıdan Beləmə yol xəritəsinin gələcək fəaliyyət üçün strateji istiqamət verici sənəd olduğu bildirilib. Dan Yoşbe meşələrin qorunması, biomüxtəlifliyin təşviqi və yerli icmaların rifahının artırılması baxımından bioiqtisadiyyatın roluna toxunaraq bu sahənin qlobal iqlim gündəliyində önəmli yer tutduğunu qeyd edib. COP29-un yüksək səviyyəli iqlim çempionu Nigar Arpadaray isə öz çıxışında qərarların icra gündəliyi çərçivəsində yerli xalqlar və ekosistemlərə dair əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib. O, özəl sektorun iqlim dəyişikliyinə qarşı mübarizədə rolunu vurğulayıb və Dan Yoşbeyə COP29 çərçivəsində elan olunan iqlim dəyişikliyinə dayanıqlı COP-lar təşəbbüsünə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.